Deməli, bugün Murad müəllimlə ayaq məşq eləyəcəyik. Öylən yorğunçuluqda. Biraz yorğunçuluq var Murad müəllimdə. Bəlkə. Amma ona baxmayaraq göz qabağındadır elədiyimiz çəkilər. Neçə kilo var burada? 10 kilo. 10 kilo. Burada 10 kilo var. Toplam tamsa 10 kilo. Orada 500 kilo olsa da girib altdan yazacaqlar. Burada Onda nə var o işləmə? Toplam nə qədər? Toplam burada 170 kilo var. Ay 170. Birinci setdə razmik eləyirik. Hələ bundan razmik elədik də biz. Bundan hələ razmik elədik. Gördüyünüz kimi çox rahat, çox professional. Bir dənə bu hərəkət eləyəndə Sərbəst şəkildə çalışmaq lazımdır ki, bəh. hissələr Bugün ayağın tam axıra içindən keçəsik. Bir də bu hərəkətlə niyə başlamışıq onu deyim. Əslində squat deyirlər də, onu hərəkətlə başlayasıydıq. O da yorğunçuluğa görə alternativ olaraq leg pressi seçdik. Bu aparatda dedik başlayaq. Demək olar ki, eyni effekti verir. Demək olar ki, yorğun olanda bundan başlamaq daha effektivdir. Bundan da elə bil ki, belə deyək də, bu hərəkət yorğunluğu aradan qaldırır. Bu kafeindir. Sən davam et. Sən başlayırsan? Başlayıram. Dediyimiz kimi 180 kilodur da. Necə? 180 kilo. 170 kilo. Bilmirəm amma çəki neysən? Çəki bizim üçün Çəki də önəmlidir. deyək. Ne çəkilir? Çəkilər bizim üçün önəmlidir. 20'de, 25'de, 25'de, 20'de, 20'de nəsə belə bir şey. Çəkini artıq unutmuşuq. Bu hərəkət. Çək. Bilmirəm, bir dənə video çıxıb elə qabama. Bu ayaq məşqindən qabaq da. Deyir ki, elmi araşdırmaya görə də, nəysə, indi bir məqalədir. Ayaq məşq eləyəndə insanın beyni daha yaxşı. Bəli. 1-5 daha yaxşı işləyir. Deyir nəyə görə? Çünki ayaq əzələləri həm böyük əzələ qrupu, həm də ki, çox sayda əzələnin birləşməsindən ibarət olduğuna görə siz bunu işlədiyiniz zaman beyinə daha çox siqnal gelir. Daha çox siqnal getdiyinə görə neyronlar arasındakı sinap bağlantıları daha yaxşı tetiklənməyə başlayır. Buna görə də deyir insan beyni daha aktivləşir. Bilməm nə dərəcədə düzgürdür, o haqda məlumatım yoxdur, amma belə bir nacizanə bir bilgini də sizinlə paylaşdıq. Çəki tapın. Artıraq. Artıraq, prosto çəki tapanmıraq. Çəki tapa bilmir ya 25 kilo var, 25 kilo qoyaq. 25 kilo. Yerləşməyəcək bura. Yer yox. Sən görüm. Buraya get. Orada girməyəcək. Gəl o belə eləyək də. Bəlkə 2 dənə 15 20. 13 də taq. Ondan gəlin bundan tapım gətirim. Bir dənə 15. Bir dənə də bundan. 15-dir. Elə 2 dənə onu taq. Yansın bura tapdım. Zulumumuza bax da sən. Salda hamısı nə işləyirdin? Ayağa taxmağa da düşür. Aparat yox. Düz 40 dəqiqədir. 40 dəqiqə yox, 40 dəqiqə deyil, yarım saatdan biraz artıq. Eyni hərəkətdə, eyni aparatda. Hələ 2 set eləmişik. Niyə bu qədər gez gedir bilmirəm. Bəlkə ağır eləyir, ona görə olar. Ağırlıq deyilik. Söhbət başımız qarışır, biz çox qarışır. Söhbət bizi çox söhbət etdilər. Davay, getdik, let's go. Ayağım o qədər balacadır ki, ayaq əzələlərim. O qədər balacadır ki. Bir maksimum çəki ilə eləyəm, böyüsün. Başqa adı yoxdur bunun. Başqa deyəcək bir şey yox. Amma düz məqaləymiş ya o. Bir dəqiqə ayaq məşqi ağırdan çıxan kimi beynimə siqnal çox çıxdı. Oo, Xanış müəllim, salam. Samir. Bəli. Çox danışdım, mən sən danış. Mən danışım. Mən çox Leg danışdım. press.
Əsasən ayağın üst Maşallah hissəsi. olsun, sənin ayaq əzələlərin superdir ha. Ha məndə Murad, məndə nəsə ayaq yaxşıdır. Mən köhnənin futbolçusu olmuşam. Ha. Ona görə ayaq əzələlərim biraz yaxşıdır. Keçmişə qayıtsaydın yenə futbolçu olmaq istəyərdin. İstəyərdim. Belə bir nacizənə sual. İstəyərdim. Futbolu həqiqətən çox sevirdim. Zaten futboldan sonra 2000 belə deyək də 16-cı, 15-ci ildən bu idmanı eləyirəm. Hə orada deyəcəklər 2015-dən eləmsən, niyə beləsən? O vaxtdan elə belə özümüz üçün eləmişik də. İndi biraz belə deyək də daha da maarifləndirici videolar çəkirik. Amma eləyirik. İdman keçmişimiz bizim çoxdur. Baba bir dənə qoy koftanın arxasını göstər. Bəli. Elite Fitness, professional trainer. Samir müəllim buranın Bizlə çalışmaq istəyənlər bizə yorumlarda yaza bilər. DM-də yaza bilərlər, TikTokdan izləyənlər, YouTube-dan izləyənlər yorumda da yaza bilər. Bizlə işləmək istəyənlər Murad müəllim və mən. İkimiz bir olaraq çalışırıq. Əsas Samir. Mən o qədər də bilgili deyiləm, əsas Samir. Thank you. Estağfurullah, estağfurullah. Getdik. Getdik qaqa. Burada önəmli nüans nədir? Burada dizi tam belə deyim də bax. Burada belə saxlamırıq. Biraz boşluqda saxlayırıq. Qaqa, nə qədər elədin? Oh. Bir də Çox elədin, o elə bil. biraz çox elədim. Bir də nə edeyim? O məsələn ağaca, bitkiyə suyu hardan tökürük? Dibdən tökürük də. Yəni bədəndə də ayaq önəmlidir. Yəni ən birinci ayaqlarınızı inkişaf elətdirin ki, sonra üst nahiyələrinizə gələsiniz. Yəni bu idmanda çox adam ayaq məşqi eləmir. Amma ayaq məşqi həqiqətən də çox önəmlidir. Kişilərdə ən çox testosterona görə daha çox önəmlidir. Yəni bu ayaq məşqini heç olmasa həftədə bir dəfə işdir. Məsləhət görürəm. Samir başıma anlattı ki, bu squatın Squat aparatı. alternatifi. Bu da O daşın aparatı ha. çox gözəl aparatdır, həqiqətən. Bu aparat Çox super aparatdır. Bu aparat haqqında bir şey deyim. Bu, yəni sərbəst belə deyək də, griftdə, yəni burada eləyə bilməyənlər üçün bu çox ideal aparatdır. Yəni işimizi belə deyək də biraz daha asanlaşdırır. Yığmışsan çəkiləri yenə. Hə, bax 20 burada kilo. bax bu videonu 25 kilo, 25 izləyənlər kilo. burada gəlib bilmirlər nə etsinlər. Gəlir dururlar belə bax belə cürəbəcürə hərəkətlər göstərirlər. Bunu bağladım, biri burada bağlı qaldı. Görürsüz bunu? Bax bunu bağlı qaldı. Boya görə bax burada hər cürə ölçü var. Bax gəldim, bir ayağın çöldə, bir ayağın burada. Bunu gətirdin. Bunu buradan saldın. Qədər sadə. Bitdi abi. Siz təsadüfən dağa dırmanma idmanından məşğul olmamısınız? Olmuşam. Mən Cavatan zirvəsinə çıxanda ən birinci mən çıxdım. Hansı zirvəyə? Bunu bax. Baxan Cavatan zirvəsi. Bunu videoya baxanlar bilər, o məndən ora gedənlər. Bilir ki, birinci mən çıxmışdım ora. Bu aparat çox gözəl aparatdır. Belə deyək. Düz griftdə oturub durma, squatda eləyə bilməyənlər üçün çox qəşəng bir aparatdır. Yəni burada dəstəkləri var. Yəni beli ağrıyanlar, oturub dura bilməyənlər. Bax bu aparat həmin aparatdır. Bu aparatdan da hər zalda yoxdur, yəni reklamlar bizdədir. Həqiqətən hər zalda yoxdur. Bakıda bir neçə zal var. Bakıda belə Daim tənqidi olaraq- yerlərdə var bu aparat. Məşq eləmişəm. Bu aparatdan görməmişəm. Burada Rusnoy var. Ha? Rusnoy'unu buraxdın. Baxın ona. Rusnoy. Ha burada Rusnoy var. Hə, əla. Getdik. Getdik. Belimiz düz.
Salam. Hoş geldin. Sami müəllim, izləyicilərimiz artıq bizə canlı baxırlar. Bəli, bəli, qoy baxsınlar. Ha, maşallah olsun. Çəkiyə bax. Oh. Oh, bəs. Hə, bir şey var, onu nəzərinizə çatdıraq. Bax. İşlədik. İşləyəndən sonra nə etmək lazımdır? Bəli, bəli, yerinə. Daşları yerinə Pastavkalara qoymaq Bəli. lazımdır. Boşluq hissələrə daşları yerləşdirmək lazımdır. Aparatların üstə daşları saxlamaq olmaz. Yorursunuz bizi. Bayaq gördünüz, gedib buradan aparatlardan daş axtarırdıq. Görməyin qardaş. Məşq elədiniz, tutardınız, daşı çıxardı. Bəli, bəli, qoyun yerinə. İndi üçüncü hərəkətə keçirik. Leg extension hərəkəti. Baxmayın qaqa, tanırım. Hə, bu hərəkəti istəyirəm. Utanma qaqa, utanma. Tanırım qaqa, baxmayın mənə. Hə, hərəkəti necə icra eləyirlər, onu elə belə qısıtlı bilgilərimdən göstərim. Bax, ayağımın üzərindədir, düzdürmü? Bunun alt hissəsi. Bu ayağımın üzərində olmamalıdır. Burada ayarlamaları Ayağımla düzgün eləmək lazımdır. biləyimin birləşdiyi nöqtədən yuxarıda. Bu boşluq hissədə. Boşluq hissədə olmalıdır. Boşluq hissədən sonra arxa hissəm, bir dənə buranı çəkərsən, bel hissəmi bir dənə çəkərsən, bel hissəm tam olaraq oturmalıdır. Bəzi aparatlar var ki, hələ orada remen olur, bağlayırlar ki, ayaq heç bir formada tərpənməsin. Tam olaraq biz tarazlığı və gərginliyi ayağımızın ön hissəsinə salmalıyıq. Bax, bu formada çəki yaxşıdır, hə, çəki yüngüldür. Bax, tərpənmədən. Tullamıram, bax, göyə tullamıram. Tullamaq olmaz. Tullasaq elə bir Çəkini özündə saxlamalısan. mənim kimi illərlə dizi zədəli gəzəsiniz və üst hissəniz böyük, aşağı hissəniz balaca, təzə sağalır dizlərim. Ona görə yavaş-yavaş başlayıram eləməyə. Mən uzun illər eləyə bilməmişəm ayaqdaşım. Bax, yavaşca gətirdim, başlayıram yavaşca. Tamir, mən o qədər uzun-uzadı danışandan sonra... Yox, sən çox şey dedin onsuz da, deyilməli sözlərin hamısını dedin hesab edirəm ki, yəni hərəkəti tutuşu məsələ harda saxlamalıyıq bu ayaq hissəsini, onu dedin, hara işləyir, onu da dedin. Fərqli olaraq, səndən fərqli olaraq nə deyə bilərəm? Düz deyirsən, tez-tez eləmək lazım deyil. Yəni, bunu elədin, heç olmasa bax bu qədər. Yəni, bax belə yox, düz. Bax, buradan elə bir düz hissədə olmalıdır. Bax, bu formada eləməliyik. Ağırlığı kontrol altında saxlamaq lazımdır. Yəni, fırladın göyə, boşlamayasan. Qaldırdın, o çəkdədə ağırlığı saxlaşın, sənin əzələlərinə vura bilsin. Belə deyək, çəkir. Bunu tək-tək də işləyə bilərsiniz. Yox da indi daha biz belə eləməyək. Baxırlar, gənclər baxır, deyəcək bunlar məzələnir bizdən. Yox, yəni tək-tək də eləyə bilən var, tək-tək də eləyə bilərsiniz, süt-süt də eləyə bilərsiniz. Bu qədər. Eləyənməsin, yaxşı. Daimi pərəstişkarımız Elgiz müəllim buradadır. Fenomen Elgiz. Bəli. Nacizanə. Bax, bu çəki ağırdır. Eləyir. Ayaq günüdür çəki. Ayaq günü. Tərbiyəsiz bir təklif alıb və bensin uzanıb. Sinmədən. Çəki də buradadır. Burada mən bu aparatı ümumiyyətcə birinci dəfə görürəm. Instagramda Tamam, inandım, tamam. görmüşəm. Bu ayağın Murad müəllim. Murad qardaş. Murad.
Bu ayağın özünə bilsən, içi çöl üçün çox qəşəng bir hərəkətdir. Olmazsa olmaz. İdman zallarında olmazsa olmazdır. İndi biraz sən daha da təfərrüatlarını denən bunun. Təfərrüat bilirəm ki, deyəm. Bilmirsən? Gəlirəm baxıram, yazılıb bura abduktor və adduktor. Adduktor bilirəm ki, çöl əzələsinin adıdır. Abduktor bilirəm ki, iç əzələ. Buradan da baxıram, hə, mən tiplə calıram ki, bu budur, bu da budur. Bu aparatı görməmişəm. Amma belə bir yoxlayırıq da, bax. Yox, mən aparatda açığı çox rastlaşmışam. Hə. Çox da qəşəng aparatdır. İndi eləyəndə mən onu biləcəm, qəşəng və ya pis olduğunu. O zaman təşəkkürümü bildirəcəm zalın rəhbərliyinə. Bu Adduktor əzələlərimizə abduktor. Abduktor, adduktor. Adduktor və abduktor. Bəli, Ab və ad. bəli. İç və çöl. ABD, ADD. ADD, bəli. Getdi. Yüngüldür. Təşini artıram. Biraz artır istəsən. Ha, çünki gel. Ay, ləzzətlidir. Oh my god! Wow! Ləzzətlidir, ha. O uşaq vaxtı kəndə Bakıdan cizgi film kasetləri gətirir, oturup bir həyəcanla baxırdıq. Bizim yaşımız çoxdur o vaxtlarım. Bax o həyəcanı verir. Ay, çox ağır gedir. Çox ağırdır, ha. İndi ağırlaşdı, əzələm də keydir. Qəşəng, əla. Super. Əladır, əladır. Hə, zal rəhbərliyinə təşəkkür düşür. Həqiqətən çox böyük təşəkkür düşür. Çünki ləzzət aparat, ləzzət elədi. Yan hissələrim yaxşı işlədi. Hə, Samir, indi sən? Deyilən şeylər dedin sən. Ayağın bəsitdir. Yəni burada elə də çox qarışıq bir söz yoxdur. Tərif yoxdur. Ayağın içi və çöl əzələsi. O qədər səmimi ki. Bəli, çox. Relax. ChatGPT-yə girib, Salam, salam doktor. Nətərsiz? ChatGPT-dən girib nəsə öyrənib. Diş həkimidir. Reklamlar elə, onu da reklam edir. Hə, ChatGPT-dən nəsə öyrənib tez girib burada demirik. Hə, bizdə ChatGPT işləmir. Burada ChatGPT bizdən öyrənir. Oo. Bəli. Neçə saatdır zalda? 2 saat deyil zalda. 2 saat keçir. Normalda həm də paralel kimi işləyir. Bəli, bəli. Həm də paralel kod kimi qurmaq olar.